Şey bu. İşidirsən, Seymur, xahiş edirəm, telefonu danışım. Seymur, deməli bizdə belə bir məsələdə öz aramızda qalsın bu söhbətdə. Hamı Yasamal rayonunda olub bu şey, sən baxırsan bu işə. Bir dənə qaqaş, bir dənə qaba, burada 10 nəfər oğlan oturub, o qaqaşı tutmuşuq. 10 nəfərə, bir 10-12 nəfərə, o pişi 3 milyon pul atıb qaqaş. Piramida yaradıb, 3 milyon pul atıb. Mənim təkcə ora 785 min pul mənimdir də. Seymur, öz aramızda qalsın, ha, heç kim bilməsin. Bu qaqaşı tutmuşuq, gətirmişik bağa, vırmırıq, eləmirik, heç nə eləmirik. Oturmuşuq, söhbət edir. Məndə 2 dənə kağız var, bir dənə 150 minlik, bir dənə 735 minlik. Deməli, bu nə inib, Seymur? Bu öz aramızda bizim pulu fırladı bir ildə, başa düşdün. Gün bizə xeyir verib də, başa düşdün. Arka bizim öz pullarımız, az tez adamlar tapır. Başa düşdün, necə piramida? Hər birisi mal alır, satır, sənə bugün 10 min xeyir verir, o pişi bir də böyük pul alır, gedir o birisine verir. İba belə summa şirilib qaldırıb ana məbləğ 3 milyona kimidir. İndi bayırda bəzi adamlar da var ki, başa düşdün, Seymur, bayırda bəzi adamlar var ki, bunu axtarırlar. Bunu tutsalar, bunu soxub öldürəcəklər, başa düşdün. Biz bunu Sroka göndərmək istəyirik, bax burada oturup. Biz necə bunu göndərək Sroka? Yəni notariusun sənədi məndədir. Notariusun sənədi bizə, sən yava gətirək bunu, Yasamaldasın səndə. Bunu necə Sroka göndərək ki, bu getsin türməyə, xacab izolatorda, şüvəlanda zadda yatsın. Mənə xərci də lazım. Xərci zadı da ödəyək. Bilirsən, ona görə ki, bunu soxsalar öldür. Biz 3 milyonumuzdan keçmişik. Biz 3 milyonu istəmirik, başa düşdün? Özünüz nə ala bilirsiniz, alın, bıraxmayın. Bizə lazım bu Sroka getsin də, başa düşdün? Yox, hara bıraxırıq? Nə hürmət lazım? Öz başına yazaq hələ bir dənə ərizə versin. Yo, biz döymürük, Seymur, biz döymürük. Sən dinlə, sən istən gəl kəndə, bax, sən istən gəl şüvəna oturaq söhbət edək. Buraya yəni biz hamımız atışacağıq, sənə pul verəcəyik, Seymur. Kimə lazımdır orada verərsən, lazım olar tapışırıq. Qardaş, prosto bu geçsin içəri, başa düşürsən? Bunu düşürsən? 3 milyonu biz keçirik, hamımız oturmuşuq burada. Bu ya kalkülat hesabı 3 milyon pul var, hamının kim olur? Müstəntikdir o. Baş müstəntikdir, Seymur. Yasamal. Seymur, gəlirsən bu tərəflərə, nə fikirləşirsən? Puldur da, qaqaş. Что говорит? Seymur, nə oldu? Gətirirəm də Yasamalı. Sən bunu sakit olun da xahiş edirəm amma. Seymur, mən bunu gətirirəm. Sən bunu buraxmayacaqsan dayı. Sənədləri gətirirəm. 10 hamımız gəri ərizə yazırıq. Ancaq sən bunu buraxmayacaqsan dayı. Hə. Əla. Nə söhbətlə danışır? Aha. Bir söz deyim, açıq səhətə. Bu nə adına sizdən alıb? Harada alıb? Qaqaş, hamısını Yasamalıda alıb, hamısını Yasamalı. Nə adına alıb? Nə adından alıb, nə adına alıb? Ya gərəksən kimisə tanışdırsa, ya 5 manat xidmətlərini Eləyəcək. Allah eləyəcək, hörmət eləyəcək. Qaqaş, bu gedməlidir içəri, başa düşdün? Gələk, sənə hamısını, məsələn, bunu da gətirək Yasamalı. 10 nəfərdən çox adam var, hamımızı 2 də... Gəlim ha, durum bu da qalan deyilsən gəlim. Bu şüşə, gələcəm ha, bu nasıl bitir? Bu şüşəkləri Yasamalı. Şo getiririk. Bir sadə Yasamalıdayıq. Gəlməyəcəm, satılaq məndən köç. Seymur, bax söz ver, kişi kimi söz ver. Buraxmayacaqsan bunu. Buraxmayacaqsan Seymur bunu. Yenə qərrəysən danış, indi rahat danış. Yaxşı. Yox, yenə indi sən bunu promoyu idarəyə aparasan. İdarə yaparıq da. Sus. İdarə yaparıq da sən yava. Hə. Neçə yaşın var, hə? 29. Sami, sən mesaj yazdın. Bir dənə polisçisi var, sənə başa salsın. Bir dənə polisçi var yanımda, başa salır. Çiftləşlə Pristaniyada yazır da Seymur. Seymur, özü yazır da kağızda nə eləmişəm. O özü bizə danışdı ki, pulları özüm yemişəm də, başa düşdün? Sizə fırlada yemişəm.